Salam, bu sualda bizdən ekvatorial meşələri və ya tayqa meşələrini Venn diaqramında müqayisə etmək tələb olunur. Elə isə gəlin qeyd olunan 6 variantın hər birini ayrı-ayrılıqda analiz edək. İlk olaraq onu qeyd edək ki, hər iki ərazidə ifrat rütubətlənmə şəraiti mövcuddur. Yəni, hər iki ərazidə illik yağıntı buxarlanmanı çox üstələyir. Deməli, birinci cümləni diaqramın orta hissəsinə, kəsişməsinə qeyd edirik. Ekvatorial bölgələrdə hava hər zaman isti olur, amma yağıntı miqdarı mövsümlərə görə dəyişir. Bu dəyişiklik əsasən günəş şüalarının düşmə bucağının və musson küləklərinin təsiri ilə baş verir. Buna görə də ildə 2 rütubətli və 2 nisbətən quraq mövsüm olur. Bitki örtüyü və heyvan davranışlarında bu dəyişiklik müşahidə olunur. Lakin tayqa meşələrində bu belə deyil. Oradakı heyvanlar və bitkilər soyuq şəraitdə yaşamağa öyrəşdiyi üçün cüzi mövsüm dəyişikliklər aydın müşahidə olunmur. Deməli, ikinci cümlə sadəcə ekvatorial meşələrə aiddir. Podzol torpaqlar tayqa meşələrində yayıldığından və ekvatorial ərazilərdə müşahidə olunmadığından, üçüncü cümlə sadəcə tayqa meşələrinə aiddir. Öncəliklə aqroiqlim ehtiyatlarına tayqalarda zəif inkişaf etdiyini qeyd edək. Çünki ora kifayət qədər günəş işığı düşmür. Ekvatorial meşələrdə isə həm bol yağıntı, həm də bol günəş işığı olsa da, əkinçilik zəif inkişaf etmişdir. Bunun əsas səbəblərindən biri bol yağıntının torpaqda əkilən bitkilərə zərər vura biləcəyidir. Bundan əlavə cəngəlliklər çox sıx və təhlükəlidir və bura insanların məskunlaşıb əkinçiliklə məşğul olması üçün əlverişsiz sayılır. Bu səbəbdən dördüncü cümlə sadəcə ekvatorial meşələrə aid oldu. Bu ərazilərin hər biri əsas iqlim qurşaqlarında yerləşdiyindən 5-ci cümlə hər ikisinə aiddir. Deməli, qeyd etdiyimiz kimi tayqa meşələrinə günəş işığı zəif düşdüyündən buxarlanma qabiliyyəti xeyli aşağıdır. Deməli, cavab A variantı olacaq.